Doktor, gəlin bugün kosmetoloji prosedurlar haqqında ən çox verilən suallardan danışaq. Gözaltı qaralığı və yorğun görünüşü dərhal aparan prosedur hansıdır? Əgər göz altında çökəklik varsa, bu işıq dolusu prosedurudur. Əgər göz altında qaralıq varsa, daha çox ağardıcı preparatlarla mezoterapiya preparatıdır. Bir də pasientlər tez-tez soruşur ki, botoks elətdirsəm üzümün mimikası süni qalar? Həddindən artıq botoks olunanda doğrudan da sima mimikasını itirir. Normasında az miqdarda ehtiyac olan yerlərə olunmalıdır botoks. Biorevitalizasiya həqiqətən də üzü parıldadır, yoxsa boş pul itkisidir? Biorevitalizasiya proseduru dərinin doğrudan da nəm balansını bərpa elədiyinə görə dərini doğrudan da parıldadır və qırışları açır. Doktor, üz sallanmasını və incə qırışları bir seansa aradan qaldırmaq üçün hansı kosmetoloji prosedur etmək olar? Ümumiyyətlə kosmetoloji prosedurlardan bir seansa hər hansısa möcüzəvi nəticə gözləmək düzgün deyil. Amma pasientdə üz qırışları və sallanma varsa, pasientin problemindən asılı olaraq lifting tərkibli mezopreparatlar, botoks, dolğu və aparat kosmetologiyasından prosedurlar tətbiq oluna bilər. Günümüzdə həddindən artıq çox kosmetoloji prosedurlar yayılıbdır. Çalışın sırf sizin probleminizdən asılı olaraq həkiminiz tərəfindən məhz sizə təyin olunan prosedurlardan istifadə edəsiniz.